Hörmətli təcili yardım əməkdaşları, biz o sualı qoymuşduq ki, o hansı haldır ki, saturasiya 90%-dən aşağı olarsa, oksigen terapiyasına başlayırıq. Yəni, o təcili yardımda qarşılaşdığımız o bütün ağlımıza gələn bütün patologiyalarda, hansı ki, saturasiya 95%-dən aşağı olanda biz oksigen terapiyasına başlayırdıq. Amma bu xüsusi haldır ki, burada isə 90%-dən aşağı olarsa biz oksigen terapiyasına başlayırıq. Bu da kəskin koronar sindrom, miokard infarktlarıdır. Yəni, burada cavabı əksər insanlar yazmışdı. Amma səbəbi isə bu şəkildə izah etmək olar ki, hər kəs üçün anlaşılan olsun. Demək, əgər tromb hər hansı bir damarı tutdusa, biz oksigeni hansı faizlə verməyimizdən, yəni 100% verək, əlimizdə imkan varsa lap 200% verək, fərqi yoxdur bunun. Damar tutulub, yəni bura oksigen getmir. Qanda oksigenin faizindən asılı olmayaraq oksigen getmir toxumaya. Amma başqa nə olur? Digər damarlara, yəni koronar damarlara oksigenin faizi gedir, yəni təchizatı daha da artırırıq, daha yaxşı təmin edirik. Daha yaxşı təmin etdiyimizə görə də damarlar, əzələ toxumasının oksigenlə təchizatı yaxşılaşdığına görə yığılması da artır və yığılması artdığına görə, daha yaxşı yığıldığına görə biz nekroz sahəsini dolayı yolla böyərtmiş oluruq. Bu toxumaya, bu sahəyə sakitlik, dinclik lazım olduğu halda biz oksigen təchizatını yaxşılaşdırdığımıza görə, əzələ toxumasının oksigen təchizatını yaxşılaşdırdığımıza görə yığılmaları daha da artırmış oluruq və onun hesabına nekroz sahəsi bu sahədə daha da böyümüş olur.